Gecələr yatmamışdan qabaq o nənəmin dualarını xatırlayırdım. Başlayırdım yenə Allahla başlayırdı duam. Sonda deyirdim ki, Həzrət Abbas, sən özün nəzərində saxla atamı. Yəni, başına heç bir müsibət gəlməsin, çünki bizim pənahımız odur. Və bir müddət keçdi, bu dualar davam edirdi və bir dəfə atam yenə uzun günlərdən sonra qayıtmışdı və ailəmizlə əyləşmişdik. Nənəm də bizdə idi. Və gördük, atam nəsə belə bir qəribə əhvaldadır. Soruşduq, nə baş verir? Dedi ki, bəs bir hadisə gəlib başıma, bilmirəm bu nə hadisədir. Amma istəyirəm bir bölüşüm sizlə. Təbii ki, biz maraqla qulaq asırıq ya, buyur, nə məsələdir bu? Atam dedi ki, yenə yuxusuz uydum, maşın sürürdüm, evə tez çatmaq istəyirdim, yorulmuşdum artıq. Yəni, yuxusuz olsam da istəyirdim ki, evə tez çatım, çox yorğun uydum. Yatmışam sükan arxasında və bir də gördüm ki, bir əl toxundu mənə çiynimə. Və mən çöndüm. Sadəcə bir əl gördüm. Bədən yox idi, sadəcə bir əl var idi. Və nənəm oradan dilləndi ki, qolsuz əbəlfəzdir. Yəni, bu, mənim uşaq qəlbimdə bu öz həqiqətini tapdı artıq. Mən bildim ki, mənim necə vaxtı dua elədiyim, bu duaların sonunda adını çəkdiyim insan nahaq yerə mənim qəlbimdə qərar tutmayıb. Və bunu ilk dəfədir belə danışıram. Düzdür, ailəmiz arasında bu bilinirdi, bu söhbət. Amma burada istədim bunu bildirim. Çox üzr istəyirəm hər kəsdən. Danışılması yeridir də elə bura. Və Bəli. bu həqiqəti biləndən sonra mənim artıq qəlbimdə bir hiss yarandı ki, mən haçansa Həzrət Abbasa öz təşəkkürümü bildirəcəm. Necəsə minnətdarlığımı bildirəcəm onu ziyarət eləməklə. Amma yenə də bu mənə qismət olmurdu. Ta o vaxtıcan ki, böyüdüm, müəyyən bir yaşa çatdım. Qiraət sənətində bir balaca sosial şəbəkələrdə özümə diqqət cəlb eləmişdim. Və bizim dəyərli rejissor dostumuz Elçin Ağazadə zəng elədi ki, bir mətn var, istəyirik onu səsləndirəsən. Mən də heç fərqinə varmadım nə mətn. Dedim, səsləndirərəm, yəni dostumuzsan, baş üstə. Və mən studiyada bildim ki, bu ərəfə duasıdır. Heç məlumatım yox idi həmin ərəfələrdə. Ümumiyyətlə, ərəfə duası nə deməkdir? Və orada bildim ki, bu İmam Hüseynin dilindən səslənən bir duadır və mən orada imamın belə deyək, obraz olaraq səsi kimi orada öz işimi yerinə yetirməliyəm. Böyük bir məsuliyyət idi bu mənim üçün və çox təsirləndim. Açığı ona qədər mən müxtəlif fikirlərdə olmuşam. Açığı böyüdüyüm müəyyən